Dəniz səyyahları. Dəniz tısbağaları okeanların ən qədim və ən maraqlı sakinlərindən biri hesab olunur. Onlar ömürlərinin böyük hissəsini suyun altında keçirirlər. Lakin nəfəs almaq üçün sahilə yaxınlaşmalı olurlar. Bu canlıların bədəni onları düşmənlərdən qoruyan çox möhkəm və sərt bir çanaqla örtülmüşdür. Dəniz tısbağalarının ayaqları üzmək üçün əla, uyğunlaşmış kürəklərə bənzəyir. Onlar okeanlarda minlərlə kilometr məsafə qət edərək uzaq səyahətlərə çıxa bilirlər. Ən maraqlısı odur ki, tısbağalar yumurta qoymaq üçün həmişə özlərinin doğulduğu sahilə qayıdırlar. Sahildəki qumda açılan çuxurlara yumurta qoyduqdan sonra ana tısbağa yenidən dənizə dönür. Bir müddət sonra yumurtalardan balaca tısbağalar çıxır və instinktiv olaraq dərhal dənizə tərəf qaçırlar. Balaca tısbağalar üçün dənizə çatmaq ən təhlükəli andır. Çünki sahildəki quşlar onları ovlamağa çalışır. Dəniz tısbağaları yosunlar, kiçik balıqlar və meduzalarla qidalanmağı çox sevirlər. Bəzi dəniz tısbağaları 100 ildən çox yaşaya bilir. Bu da onları uzun ömürlü canlılar edir. Okeanlardakı plastik tullantılar bu gözəl canlılar üçün böyük təhlükə yaradır. Tısbağalar bəzən salafan paketləri meduza zənn edib yeyirlər və bu da onların xəstələnməsinə səbəb olur. Okeanları təmiz saxlamaq həm tısbağaları, həm də digər dəniz heyvanlarını qorumaq deməkdir. Dünyada dəniz tısbağalarının sayını artırmaq üçün xüsusi qoruma düşərgələri yaradılmışdır. Uşaqlar bu canlılar haqqında filmlərə baxmağı və onların sahilə qaçışını izləməyi çox xoşlayırlar. Təbiəti sevmək üçün ilk növbədə onun hər bir sakininin həyatına hörmətlə yanaşmalıyıq. Bilmək lazımdır ki, hər bir canlı təbiətdəki böyük zəncirin vacib bir həlqəsidir.